Səyyar Asan Xidmətin avtobusu Qusardadır. Burada ümumilikdə 26 dəfə səyyar asan xidmət həyata keçirilir və 56 mindən çox vətəndaş müraciəti daxil olub. Eşitdim, asan xidmət Qusara gəlib və bəzi dəyişmək lazım olan sənədlər var idi. Rahatlıqla yaxınlaşdım. Bütün nə lazımdırsa tez bir zamanda xidmət göstərirlər. Hansı ki, Qusarda asan xidmət yoxdur deyənə cəmaata çox rahatçılığı yaradırlar. Çox sağ olsunlar, gəlirlər. Xarici pasportunu dəyişməyə gəldim, vaxtı ötmüşdü. Gəlib rayonumuza asan xidmət bizə həm vaxta qənaət elədik, həm də bizə asanlaşdırdı. Sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun. 2013-cü ildən həyata keçirilən səyyar asan xidmət vasitəsilə bugünədək vətəndaşlarımızın 3 milyon 320 mindən çox müraciəti qeydə alınıb. 2025-ci ildə isə bu rəqəm 173 mindən çox olub. Asan xidmət və asan kommunal mərkəzlərinə müraciət edən vətəndaşların ümumi statistikasına nəzər yetirdikdə isə müraciətlərin yay mövsümü ərəfəsində 100 milyona çatması proqnozlaşdırılır.